Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Biz bugün müəllimlərin ən çox çətinlik çəkdiyi məqamlardan biri qiymətləndirmə mövzusunun sadə şəkildə izahına baxırıq. Bu izahda biz qiymətləndirməyə daxil olan əsas açar məqamları, hansı məqamda bizim qarşımıza çıxa bilər, bütün o xırda detallığına qədər olan hər bir məqamı sizinlə bölüşəcəm. Baxın müəllimlər, ən birinci qiymətləndirməmiz diaqnostik qiymətləndirmədir. Diaqnostik qiymətləndirmədə bizim ən birinci diqqət yetirəcəyimiz açar sözlərimiz deməli ilin əvvəli, bölmənin əvvəli, yarımilin əvvəli sözləridir ki, bu sözlər bizim qarşımıza çıxarsa bu diaqnostik qiymətləndirməyə aiddir. Yəni diaqnostik qiymətləndirmə ilin əvvəlində, bölmənin əvvəlində, yarımilin əvvəlində, hətta sinifdən sinifə şagird keçdikdə və müqavilə ilə işləməyə ilin ortasında müəllim gələrsə, mütləq diaqnostikanı keçirtməlidir. İkincisi isə şagirdlərin güclü və zəif tərəfləri sözləridir ki, testdə qarşımıza çıxarsa ki, diaqnostik qiymətləndirmə şagirdlərin güclü və zəif tərəflərini müəyyənləşdirir. Bu da doğru məqamlardan biridir. Çünki biz diaqnostik qiymətləndirməni keçirdib şagirdin səviyyəsini müəyyənləşdiririk. Üçüncüsü isə müəllimin planlaşması sözüdür ki, müəllim diaqnostik qiymətləndirməni keçirərək öz planlaşdırmasında dəyişiklik edə bilər ki, bu necə daxildir? Məsələn, müəllim ilin əvvəlində diaqnostikanı keçirir və planlaşdırmasını ona uyğun qurur, şagirdlərin səviyyəsini bildikdən sonra. Növbəti diferensial təlim gedir ki, burada təlim tamamilə diferensiallaşır. Yəni, bütövlükdə qeyd edirik ki, müəllim şagirdlərin öyrənmə tərzini, maraqlarını, hazırlıq səviyyəsini bildiyinə görə diaqnostikada tədris tam diferensiallaşır. Beşincisi, ən vacib məqam diaqnostik qiymətləndirmənin şagirdlərin şəxsi portfoliosunda qeyd etmək. Bu nə deməkdir müəllimlər? Baxın, necə diqqətli olacağıq burada. Adətən deyilir ki, diaqnostik qiymətləndirmə rəsmi qiymətləndirmə deyil. Ona görə də biz bunu baxırıq ki, deməli rəsmi qiymətləndirmə deyilsə, qeydiyyatı o qədər vacib deyil. Yanlışdır. Biz onun qeydiyyatını edirik. Şagirdlərin şəxsi portfoliosunda saxlayırıq. Və ən əsası, diqqət yazdığım hissəyə fikir verin. Bölmənin sonunda və mövzu haqqında biliklər. Adətən bizə deyilir ki, diaqnostik qiymətləndirmə əvvəl deyilirsə, deməli bölmənin sonunda keçirilə bilməz. Yanlışdır. Bölmənin sonunda düzdür, summativ qiymətləndirmədir. Amma bölmənin sonunda biz diaqnostikanı apara bilərik. Necə apara bilərik? Bölmənin əvvəlində də şagirdlərə biz eyni sualları göstəririk və həmin sualları aparıb bölmənin sonunda da şagirdlərə veririk ki, görək şagirdlər öz bildiklərini müqayisə etsinlər ki, bölmənin əvvəlində nəyi bilirdilər, bölmənin sonunda nəyi bilirlər. Yalnız müqayisə xarakterli vermək olar və mövzu haqqında biliklərin yoxlanılması isə adətən deyir ki, diaqnostika müəllimin şagirdlərdə mövzu haqqında biliklərini üzə çıxardır. Müəllimlər deyir, bir dənə mövzudan söhbət getmir. Ola bilər, çünki məsələn, müəllim ora isim, sifət, say, feil, əvəzlik, zəfdən mövzular salıbsa, baxır görür ki, uşaqların 90% ismi bilsə də sifətin suallarını, sifətə aid olan sualı səhv yazıb, deməli sifət mövzusu haqqında şagirdlərin biliklərini yoxlaya bildi. Bu diaqnostik qiymətləndirmədir. İkincisi isə formativ qiymətləndirmədir. Formativ qiymətləndirmənin açar sözü izləməkdir, istiqamətləndirməkdir, rəydir, yoldaş qiymətləndirilməsidir, meyar və keyfiyyət bu 7 dənə daxil etdiyim heç bir qiymətləndirmədə yoxdur. Məsələn, diaqnostikada bölmənin sonu varsa, o summativdə var. Amma ki, formativə daxil olan açar sözlər digər qiymətləndirmələrdə yoxdur. Birinci baxırıq izləmək sözünə. İzləmək, yəni şagirdin təlim fəaliyyətinin gündəlik olaraq izlənilməsidir. İstiqamətləndirmək şagirdə rəyin verilməsidir, yəni şagirdin artıq hədəfə doğru istiqamət verməyimizdir. Rəy yeganə formativ qiymətləndirmədir. Əks əlaqə yeganə formativ qiymətləndirmədir. Summativdə, əks əlaqə və yaxud da rəy verilmir şagirdə. Rəy indi rəylər haqqında sonda yazmışam, onun haqqında da danışacağam. Yoldaş qiymətləndirilməsi və özünü qiymətləndirmə. Yoldaş qiymətləndirilməsi və özünü qiymətləndirmə də yenə bu da hər ikisi yalnız formativdə aiddir. Diaqnostikada da yoldaş qiymətləndirilməsi yoxdur. Summativdə də özünü qiymətləndirmə, yoldaş qiymətləndirməsi yoxdur. Yalnız formativdə. Daha sonra yazmışıq meyar və keyfiyyət. Keyfiyyət nə deməkdir müəllimlər? Keyfiyyət və kəmiyyət sözündə diqqətli olun. Keyfiyyət meyardır, kəmiyyət isə rəqəmdir. Biz formativ qiymətləndirmədə məqsədə uyğun meyarlar çıxardırıq ki, şagirdi həmin meyarlara əsasən qiymətləndiririk.
keyfiyyət, yəni sözlərlə yazıb qiymətləndiririk. Amma kəmiyyət isə summativdədir. Və məzmun standartlarının reallaşdırılmasıdır ki, məzmun standartını ölçmək deyirsə, ölçüdürsə bu aid olmayacaq, amma məzmun standartının reallaşdırılması formativdir, gündəlik aparılması formativdir. Sonra gəlir summativ qiymətləndirmə. Summativ qiymətləndirmə isə açar sözlərimizə diqqət yetiririk. Deməli, birincisi baxırıq nəyə? Ölçmək sözünə. Ölçmək yeganə summativ qiymətləndirmədədir. Digər heç bir qiymətləndirməmizdə bizim ölçmək sözü yoxdur. Yəni, ölçmək nədir? Şagirdin nailiyyət səviyyəsini ölçürük bölmənin sonunda. İkincisi, kəmiyyətdir ki, rəqəmləndir. Yəni, bilirsiniz də 0,32-dir, 31, 63-dür, 61, 84-dür, 81, 105 qiymətidir. Və rəsmidir. Nə diaqnostika, nə formativ rəsmi deyil. Diaqnostika şagirdin şəxsi portfolyosunda saxlanılır. Formativ şagirdin gündəlik məktəbli kitabçasına qeyd olunur. Summativ qiymətləndirməsi rəsmidir və jurnalda qeyd olunur nəticələri. Summativ qiymətləndirmə birinci siniflərdə yoxdur. İkinci, dördüncü, 9-cu, 11-ci siniflərdə bütün fənlər üzrə böyük summativ qiymətləndirmə keçirilir. Digər siniflərdə isə 5, 6, 7, 8 və 10-cu siniflərdə yalnız əsas fənlər, ana dili, riyaziyyat və ingilis dilindən böyük summativ qiymətləndirmə keçirilir. 2-3-də də böyük summativ yoxdur. Kiçik summativ qiymətləndirmə isə 2-ci sinifdən 11-ci sinifə qədər bütün fənlər üzrə aparılır. KSG-də əgər şagird üzürlü səbəbdən gəlməyibsə, summativdə iştirak etmirsə, 1 ay. 1 ay dedikdə, yəni növbəti summativə qədər gözləyirik, üzürsüz olarsa 0. Bəzən qarşımıza çıxır, şagirdi nəzərə alırıq, gözləyirik, güzəşt edirik, yanlışdır. Üzürsüz səbəbdən şagird dərsə gəlməyibsə, avtomatik 0-ını yazırıq. BSG-dirsə, üzürlü səbəbimiz varsa, sadəcə 2 həftə gözləyirik, üzürsüz olarsa, avtomatik qaybını yazırıq. Rəy nədir? Rəy şagirdin gördüyü işə verilməlidir. Rəy şagirdə istiqamətləndirməkdir. Rəy şagirdin gördüyü işi biz baxırıq, gördüyü işə qiymət veririk, dəyər veririk. Şagirdin özünə yox. Rəydə birinci müsbətdən başlamaq lazımdır, mənfi rəydən başlamırıq, yol göstəririk şagirdə və gələcək yönümlü olmalıdır. Gələcək yönümlü nə deməkdir? Keçmişə yönəlik, yəni rəy vermirik şagirdə, sən bunu etməli idin, yəni sən bunu etməlisən. Şagird bilir ki, yerinə əyləşəndən sonra onu mütləq şəkildə yazmalıdır ki, bu da rəylərdir. Belə müəllimlər, ən əsas açar məqamları yadda saxlasanız kifayətdir ki, siz bu testləri işləyə biləsiniz. Time 2026-da 150 dənə testi olur və müəllimlər adətən bunu işləməkdə çətinlik çəkirlər. Orada rubriklər haqqında var, bir də əlavə olaraq rubriklər haqqında da dərs vaxtı danışmışıq, daha doğrusu danışmışıq və bizim qiymətləndirmənin əslində çox uzun şəkildə 2 hissəli izahı var. Ora daxil olub izləyə bilərsiniz. Sadəcə mən burada sertifikasiya MİQ-ə gedən müəllimlər üçün daha qısa şəkildə, yığcam şəkildə vermişəm ki, sertifikasiya düşən tip eyni zamanda MİQ-ə düşən tip də budur ki, yəni daha detallı şəkildə buradadır. Açar sözləri çox xahiş edirəm yadda saxlayın və mahiyyətini dərk edərək yadda saxlamağınızı tövsiyə edirəm. Belə dəyərli müəllimlər, inşallah ki, sizə qaranlıq qalan hər hansısa bir məqamımız olmadı.